Goranboyda gənc qadın tir tüfəngi ilə açılan atəşdən xəsarət alıb. Hadisə rayonun Dərmanlar kəndində, yəni hazırda qarşısında dayandığımız fərdi yaşayış evində qeydə alınıb. Belə ki, burada yaşayan 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeва müxtəlif bədən xəsarətlə Gəncə şəhərində yerləşən xəstəxanaların birindən yerləşdirilib. 14 may 2025-ci il tarixində saat 20:50 radələrində 2001-ci il təvəllüdlü şəxs Gəncə şəhər birləşmiş xəstəxanasının nəzdində olan Abbasəid adına xəstəxananın acil şöbəsinə daxil olmuşdur. Xəstəyə qarnın ön divarının bir ədəd daxilə keçmiş, deşilmiş yarası diaqnozu qoyulmuşdur və xəstə cərrahi şöbəsinə köçürülmüşdür. Xəstə əməliyyat edilmiş, hal-hazırda vəziyyəti stabildir. Araşdırmalar zamanı məlum olub ki, Nəzrin Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onun həyat yoldaşı olması müəyyən edilib. Məlumata görə ailənin əkiz övladları xəstə olduğu üçün onlara sərçə ətinin verilməsini məsləhət bilinib. Ata övladları üçün yaşadıkları evin həyətində sərçə ovlayan zaman tirdən açılan atəş ehtiyatsızlıqdan həyat yoldaşı 24 yaşlı Nəzrin Xudaverdiyevaya dəyib. Qeyd edək ki, Nəzrin Xudaverdiyevanın həyat yoldaşının hərbiçi olduğu bildirilir. Hadisə yerinə Goranboy rayon polis şöbəsinin əməkdaşları cəlb olunub. Həmin şəxs polis şöbəsinə aparılaraq izahatı alınıb. Artıq baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara da başlanılıb. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV, Goranboy, Gəncə.